İnsan daha çox emosional varlıqdır və daha dəqiq desək elastik. Yəni istənilən şəraitə uyğunlaşa bilir. Kimlər desə ki, mən bunu etmərəm, edə bilmərəm. Yəni onun hamısı düşüncələrdir. İstənilən vəziyyətə uyğunlaşmaq çox asandır. Sadəcə bir maneə olur bizim istəklərimizlə istədiyimiz arasında. O körpü kimi bir maneə var. Biz onu oradakı səbəbi tapandan sonra o bütün yollar. Ümumiyyətlə bəzən deyirik ki, plan quraq, hədəf quraq və ona uyğun hərəkət edək. Düzdür, o planı qururuq, vaxt təyin edirik, hədəf təyin edirik, müddət qoyuruq, amma niyəsə etmirik. Çünki orada əsas açar olan disiplindir. Yəni davamlılıq. Mən həmişə deyirəm ki, insan nəyisə əldə etmək istəyirsə, orada davamlılığını göstərməlidir. Yəni bir dəfə edib, sonra 3 gün sonra edəndə nə beyində o formalaşa bilir, nə insan bədəni ona uyğunlaşır. Yəni bütün fərqi yoxdur. Nə işi ediriksə, biz ona hər tərəfli bağlanmalıyıq. Fokusumuzu ona yönəltməliyik ki, biz nəyisə əldə edə bilək. Və disiplin də elə bilirəm ki, bütün işlərin sirri buradadır. Bir də bir şey var ki, biz baxırıq, kimdəsə nəyisə görürük və istəyirik ki, biz də elə olaq, biz də elə edək. Amma əmin olun ki, hər insan, hər gördüyü insan kimi olmaq istəmir. Çünki hər bir kəs özünə uyğun tərzdə yaşayır həyatını. Kiminsə həyatı daha aktivdirsə, başqası daha ləngidirsə, o onun kimi olmağa çalışacaq. Bəlkə ona görə disiplin, plan, hədəf, hər bir şey əlindən gələni edəcək. Ancaq bir müddət sonra o özündə tükənmə hiss edəcək. Çünki onun artıq genetik həm fiziologiyası, həm düşüncəsi, yəni ona verilən o genetikaya verilən necə deyək, o bacarıq deyək, üstünlük deyək, yəni başqasından fərqlidir. Ona görə də biz sanki belə vəziyyətlərdə özümüzün yox, başqasının həyatını yaşamış oluruq və bunun üçün də özümüzü daha yaxşı tanımalıyıq. Özünü tanımağın müxtəlif yolları var. Mən demək olar ki, neçə illərdir bu mövzuda araşdırıram, oxuyuram, öyrənirəm. Özünü və insanları tanımaq mənim üçün həqiqətən çox bir maraqlıdır və hazırda dayandığım nöqtə özünü tanıma ilə bağlı insanların həyat kodunda gizlənən rəqəmlərlə əlaqəlidir. Hansı ki, bunları rəqəm kimi yox, hər insanın öz psixologiyası kimi görmək olar. Bu psixologiyanı da öyrənmək bizə özümüzün elə tərəflərini ortaya çıxarır ki, bəlkə də heç o barədə məlumatımız yoxdur. Bəzi insanlar bir-biri ilə münasibətindən tutmuş, davranışları, hamısı bu rəqəmlərin içində gizlənən xarakterimiz olsun, hansısa bir zəif, güclü tərəflərimiz olsun, yəni bunlara aid edilə bilər. Düzdür, bəzi insanlar bununla razılaşmaya bilər, bu onların seçimidir. Ancaq kimlər ki inanır, kimlər ki sınayıb, özü haqda, başqaları haqda məlumatları dinləyir və onların nə qədər özünə yaxın olduğunu hiss edir. Həm güclü tərəflərini görür. Elə bir tərəflərimiz var ki, biz onlardan xəbərdar deyilik.
Ancaq həyat kodumuzu araşdıranda o qədər maraqlı məlumatlar öyrənirik ki, və bu da təbii ki bizim həyat sferamızı yaxşılaşdırmaq, insanlarla münasibətimiz və digər sahələrdə də müsbət nəticə almağımıza kömək edir.